ev işlərini robota verərsən. Unix AI Panther adlı humanoid robotunu təqdim edib və bu cihaz evdəki yorucu rutinləri öz üzərinə götürmək iddiasındadır. Şirkətin paylaşdığı məlumatlara görə robot yataq yığmaq, təmizlik işlərinə kömək etmək və məişət xidmətlərini yerinə yetirmək üçün hazırlanıb. Yəni birazdan edərəm deyən insanın yerini indi edirəm deyən robot ala bilər. Panther ətrafında maraq təkcə texnoloji yenilik olduğuna görə yaranmayıb, məsələ onun real ev mühitinə yaxınlaşdırılmasıdır. Sosial şəbəkələrdə yayılan görüntülər göstərir ki, insanlar bu ideyaya həm heyran qalır, həm də biraz ehtiyatla yanaşırlar. Çünki robotun evi yığışdırması çox cool səslənir. Amma evdə hər şeyi görməsi də ayrıca bir mövzusudur. Hazırda Panther'in rəsmi qiyməti açıqlanmayıb və bu da mövzunu daha da maraqlı edir. Əgər belə cihazlar geniş bazara uyğun qiymətlə çıxsa, ev texnologiyaları tam yeni mərhələyə keçə bilər. Səncə, gələcəyin ideal ev köməkçisi robot olacaq, yoxsa insanlar yenə ana daha yaxşı yığışdırır deyəcək?